İrana qarşı əməliyyatlardan artıq dostlar bir ay ötdü. Fevralın 28-də başlamışdı və artıq mart ayı tamamilə geridə qaldı belə deyək. Və İsrail, eləcə də ABŞ özünün hesabatını açıqlayıb bir ay ərzində İrana edilən hücumlar, öldürülənlərin sayı və s. Burada təbii ki, mülki şəxslərin qeydə almayıblar bu sayın içərisində. Məsələn, İsrailin açıqlaması ilə başlaya bilərik. Aslanın nəriltisi əməliyyatı zamanı 16.000 sursatdan istifadə olunmaqla 800-dən çox döyüş uçuşu həyata keçirilib. Hərbi əməliyyatlar çərçivəsində İsrail Hərbi Hava Qüvvələri 800-dən çox döyüş uçuşu həyata keçirib və təxminən 16.000 müxtəlif sursat tətbiq edib öz arsenalından belə bir açıqlamaları var. Bir ay ərzində bəli, çox böyük rəqəmlərdir. Bir ay ərzində İran rejiminə yüksək rütbəli komandirlər də daxil olmaqla 2000-dən çox hərbçi məhv edilib, 5000-dən çox hədəf vurulub. Yəni də dediyimiz kimi, yalnız hərbçiləri göstərilir, irəli çəkirlər, amma Tehranın təbii ki, mülki şəxslərlə də bağlı açıqlamalar var. Orada minlərdən olduğu göstərilir. Orada da ciddi rəqəmlər var. Bəli. Bildirilir ki, bütün cəbhələr üzrə ümumilikdə təxminən 7000 hədəf məhv edilib. Vaşinqtondan da deməli açıqlama var. 30 günlük hesabatı deyə bilərik. İranda 11.000-dən çox hədəfə zərbə endirilib. Bu, məhz ABŞ tərəfdən endirilən zərbələrdən gedir söhbət. Deməli, Baş qərargah rəisi Den Keyn mətbuat konfransında deyib ki, hücumların B-52 qırıcıları tərəfindən uğurla həyata keçirildiyini qeyd edə bilərik. Təbii ki, orada B-52 istifadə olunmayıb deşə, Hərbi Hava Qüvvələrinin arsenalındakı bütün növ silahlardan demək olar ki, tətbiq olunub. Elə iyun müharibəsi zamanında biz ən son nöqtəni B-52 qoymuşdu belə deyək və onunla da artıq nüvə silahlarının, yaxud da nüvə silahlarının demək, uran, zənginləşdirilmiş uranın saxlandığı yerlər vuruldu və bununla da artıq nüvə obyektlərinin belə deyə bilərik. Bəli. Artıq onunla bağlı bir açıqlama da var. Elə Trumpdan ötən gün gəldi ki, İranda dağıdılan nüvə obyektləri elə bir vəziyyətdədir ki, oradakı uranın çıxarılması məsələsi nə bizə, nə də digərinə hələlik nəsib olmayacaq. Yəni bu çox böyük bir prosesdir və ola bilsin ki, bunun üçün illər, 10 illiklər lazım olsun, o qədər dərində torpağın altında qalıb artıq. Donald Trump deməli deyir ki, İran danışıqlar üçün yalvarır. Tehrandan təbii ki, belə açıqlamalar yoxdur. İndi onu da biz danışacağıq o barədə. Deməli, İranda hərbi kampaniyanı yaxın həftələrdə başa çatdıracaq, deyir Donald Trump. Deməli, bizim bir məqsədimiz vardır ki, onlar nüvə silahına sahib olmasınlar və artıq bu istəyimizə, məqsədimizə nail olmuşuq. İranda hakimiyyət dəyişikliyi də baş verib. Onların bütün liderləri yoxa çıxdı. Tam rejim dəyişikliyi baş verdi. Burada liderləri yoxa çıxdı deyəndə Müştəbə Xamneyni təbii ki, nəzərdə tuturlar. Bayaq da biz qeyd elədik ki, Moskvada deməli müalicə olunması ilə bağlı iddialar var idi. Kütləvi informasiya vasitələrində məlumatları yer alırdı, amma sonradan bu təkzib olundu. Amma Müştəbə Xamneynin harda olduğu da bilinmir, açıqlanmır. Onun adından müraciət səsləndirildi, öz səsi ilə də yox. Təbii ki, bütün bu hallar belə deyim, əlinə əsas verir həm Təl-Əvivin, həm də Vaşinqtonun ki, Müştəbə Xamneynin öldürüldüyü yaxud da üzə çıxmayacaq vəziyyətdə olduğuna dair iddialar səsləndirsinlər. Deyirlər, deməli, İranda xaotik vəziyyət hökm sürür hazırda və İranın bərpası üçün, bizim etdiklərimizdən sonra İranın bərpası üçün 15-20 il lazım ola bilər. Onların təkcə arsenalından getmir. Burada söhbət təbii ki, həm də iqtisadi vəziyyətlərinin dirçəlməsindən danışılır. Deməli, qeyd edirik ki, onlar uduzluqlarını etiraf edir və razılaşma üçün yalvarırlar. Əraqçı, İranın Xarici İşlər Naziri Abbas Əraqçı isə deyir ki, Tehran ABŞ-nin təkliflərinə hələ cavab göndərməyib və danışıqlarla bağlı qərar qəbul etməyib. Deməli, Əl-Cəzirə telekanalına müsahibəsində qeyd edir ki, İran daxilində hər hansı konkret tərəflə danışıqlar aparılmır. Mesaj deməli, Xarici İşlər Nazirlikləri arasında həyata keçirilir və təhlükəsizlik strukturları arasında da əlaqə saxlanılır. Mesajların ötürülməsi hökumət vasitəsilə və Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında müəyyən edilmiş formatda baş tutur, deyir nazir. O ki, qaldı 15 maddəlik deməli, Vaşinqtonun təklifinə. Bununla da bağlı qarşı tərəfə hər hansı bir cavab verilməyib. Müharibənin başa çatdırılmasına dair şərtlər Tehran baxımından ortadadır. Pezeşkiyan deməli, ötən gün Avropa Şurasının prezidenti Antoni Koşla ilə telefon danışığı oldu. Pezeşkiyan özü də elə prezidentdən deməli, Tehranın mövqeyini sərgilədi. Əsas şərtimiz aqressiyanın dayandırılmasıdır, deyir Pezeşkiyan. Deməli, biz heç vaxt gərginlik və müharibə istəməmişik və müəyyən şərtlər, xüsusən də aqressiyanın təkrarlanmayacağına dair zəmanətlər alacağımız halda biz müharibəni saxlamağa təbii ki, hazırıq. İranla ABŞ və İsrail arasında münaqişəyə hər hansı xarici müdaxilə təhlükəni arealını daha da böyüdəcək.
Bəli. Sorğu keçirilib Amerikada. Deməli, Reuters və Ipsos tərəfindən keçirilib və məlum olub ki, Amerikalıların respondentlərin deyək, sorğu keçirilən şəxslərin 66%-i deməli, İranla müharibənin mümkün qədər tez zamanda bitməsini istəyir. Hətta Vaşinqtonun qarşısına qoyduğu məqsədə nail olunmasa belə bitsin, yetər ki bitsin. 27% isə deməli, məqsədə nail olana qədər bu hərbi əməliyyat, Vaşinqton hərbi əməliyyat adını qoyur, Təl-Əviv hərbi əməliyyat adını qoyur, amma bildiyimiz yəni müharibənin davam etdirilməsini istəyir 27%. Yəqin ki, bu suala çoxu dünyada kimdən soruşsan belə cavab verər. Mülki vətəndaşlar arası bir ölkənin, öz ölkəsinin tutaq ki, ərazi bütövlüyünə və yaxud insanlarına bir təhdid, təhlükə olmayanda əksər hallarda mülki insanlar onsuz da istəmirlər müharibə olsun ki, ona görə oradakı respondentlərin də bu istiqamətdə səs vermədə iştirak eləməyə qətiyyən təəccüblü deyil. Biz bu nümunəni daha əvvəl də görmüşük elə Amerika Birləşmiş Ştatlarında, istər Əfqanistanda olan müharibə, İraqda, hətta biraz daha əvvələ getsək Vyetnam müharibəsində də biz mülki Amerikalıların, yəni Amerika xalqının həmin dövrdəki etirazlarını görmüşük. Yəni müharibə olaraq. Çünki əgər bizim ölkəmizdən kənarda bu əməliyyatların olmağını istəməməyi, yəni sivil vətəndaşların tam normaldır. Yəni. İranın hərbi inkişafının Amerika və Amerika cəmiyyəti üçün təhlükə olduğunu sırmağa çalışır Ağ Ev rəhbəri. Nə qədər realdır bu tərəfi ilə deyil işimiz təbii ki. Deməli, sadəcə rəsmi məlumatlara əsaslanırıq. Amma məlum məsələdir ki, Amerika cəmiyyəti də özünün itirdiyi hərbçilərini, övladlarını belə deyək, düşünür. Ümumiyyətlə, Amerikanın özünün də iqtisadiyyatına bir xeyli zərər vurdu. Yəni, təkcə İran itirmədi burada. İsrailin özünün nə qədər deməli, vəsait xərclədiyi rəqəmlər də açıqlanmışdı. Yanılmaqdan ehtiyat edirəm deyə o rəqəmləri səsləndirmək istəmirəm. Amerika Birləşmiş Ştatlarının nə qədər deməli, büdcəsindən, hərbi büdcəsindən vəsait xərcləndi və s. Bunların hamısı təbii ki, Amerikalıların cibindən gedir belə deyək və bir tərəfdən də ölü və xəsarət alanlar məsələsi ilə yer gəlmişdən qeyd edir. Deməli, müharibənin gerdə qalan müddət ərzində 12 Amerika Birləşmiş Ştatları hərbi qulluqçusu həyatını itirib. Rəqəm budur, açıqlanan rəqəm budur və 348 nəfər, gündə ortaya hesabla 11 nəfər yaralanır və onlardan bir neçəsi ondan çox olduğu deyilir sayı ki, ağır vəziyyətdədir və təxminən 315 nəfər isə artıq orduya qayıdıb, yəni qayıda biləcək vəziyyətdə yaralanmış, belə bir açıqlamada gəlib. Əslində, bu proseslərin başlama səbəblərindən biri kimi həm nüvə silahına malik olma ehtimalı göstərilirdi İranın. Digər tərəfdən də dekabrın 28-də başlayan o məlum ixtişaşlar zamanı saxlanılan şəxslərin edam hökmü məsələsi. Bilirdik ki, deməli, İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamziyin Möhsüni Ejeyi həmin şəxslərin edam olunacağını, onların bağışlanmayacağı açıqlamasını verirdi. Və sonradan nə üzə çıxdı? Bəs Trumpın belə bir İranlıların yanındayıq, İran xalqının yanındayıq açıqlamalarını verdi və edamlar da endirilməlidir, deyirdi. Niyə söhbəti bura gətirdim? Qulamziyin Möhsüni Ejeyi öldürülüb. Belə bir açıqlama var, Əl-Hədəd telekanalı yayıb. Tehran tərəfdən hələ işi rəsmi açıqlama yoxdur bununla bağlı, amma biz artıq ötən bir ay ərzindəki təcrübədən çıxış edə bilərik ki, həmçinin ötən ilin 12 günlük müharibəsində gördüklərimizdən bu qənaətə gəlirik ki, Tehran bir neçə gün sonra açıqlamaları verir, adədə rəsmi açıqlamalar. Ola bilər ki, Möhsüninin də ölməsi ilə bağlı həqiqətən də rəsmi açıqlama biz eşidərik Tehran tərəfdən. Hələlik amma bu yoxdur ortalıqda. Hələ təsdiqlənməyib. Bəli. Deməli, İsrailin baş naziri Benyamin Netanyahu deyir ki, İran İsrailə qarşı terrora, belə adlandırır, terrora 1 trilyon dollar xərclədi və bunun hamısı boşa çıxdı. Hərbi kampaniya hələ başa çatmayıb. Hazırda deyir, Ayətullah rejimi tarixdə ən zəif dövrünü yaşayır. İsrail isə ən güclü səviyyəsindədir, vəziyyətindədir. Biz İranın ətrafımızda qurduğu qüvvələr halqasını dağıtdıq. Proksi qüvvələrdən gedir söhbət burada. Təbii ki, Qəzza, Suriya və Livanda təhlükəsizlik zonalarını möhkəmləndirdik. İran bir tərəfdə qalıb Livan bombardman olunur bildiyimiz kimi və Livanın cənubu, yəni İsrailin şimal sərhədləri ətrafı belə deyək, təmizlənməlidir açıqlaması gəlib Netanyahudan və qeyd edir ki, Netanyahudan gəlirdi. Bu dəfə isə Müdafiə naziri İsrail Katz danışıb bununla bağlı. Livanın cənub əraziləri tutulacaq və ora nəzarət İsrail tərəfindən həyata keçiriləcək və Livanın cənubundan təxliyə edilən 600 mindən çox Livanlı yaşadığı yerə qayıda bilməyəcək. Öz evlərinə qayıda bilməməyindən gedir insanlar burada söhbət.
və sərhədə yaxın yerləşən kəndlərdəki bütün evlər Qəzzadakı Rəfah və Beyt Hanum modelinə uyğun olaraq dağıdılacaq. Burada məqsəd İsrailin dediyimiz kimi şimal ərazilərini deməli gələ biləcək təhlükələrdən qorumaq. Yəni qoyduqları ad budur. Efrimizin sonuna yaxın Rusiya-Ukrayna cəbhəsindən də bir-iki xəbər çatdıraq. Deməli, bu danışıqlarda pauza verilib, qeyd eləyir. Deməli, Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində Rusiya, ABŞ və Ukrayna üçtərəfli görüşləri keçirildi bir neçə raundda məlum olduğu kimi. Amma sonradan deməli İrana qarşı hərbi əməliyyatların başlamasından sonra həmin səbəbdən, o müharibə səbəbindən belə deyək, Trampın başı qarışdı digər cəbhəyə və artıq Ukrayna mövzusu bir qədər arxa plana keçib. Amma Rusiya müzakirələrə açıqdır, davam etdirməyə hazırdır bu mövzuları qeyd edir. Deməli, Rusiyanın təyyarəsi Krımda qəzaya uğradı dostlar. Ötən gün 29 nəfər həlak oldu. Əvvəl harda olduğu bilinmirdi, axtarıldı və Krımda qayalıqlara çırpıldığı məlum oldu. Paşinyan isə bugün deməli Moskvaya uçur, Putinlə görüşəcək, bir sıra məsələləri müzakirə etməlidirlər. Həmçinin regionumuzdakı iqtisadiyyat, nəqliyyat, logistika məsələləri də prezidentin və baş nazirin gündəmində olacaq. Belə dostlar, bizdən dünyadakı gərginlik davam edir bir sözlə. Nəriman, çox sağ ol, təşəkkür edirik. Uğurlar sizə. Qısa fasiləyə yollanaq.